Ay Mənsur, məndən soruşurlar, rəssam olsaydın nələri düşünərdin, nələri çəkərdin? Dedim ki, kədərli, qəmli gözləri hər zaman sevincli gülər çəkərdim. Mən rəssam olsaydım, aç susuzları bir rəsimlərimdə yad eləyərdim. Kimsəsiz uşağın göz yaşını silib, qəlbini ovudub şad eləyərdim. Mən rəssam olsaydım, o qanlı yerə Kərbala çölünə bulaq çəkərdim. Bəlkə də təsəllim olacaq deyə hər kəsi o suya qonaq edərdim. Mən rəssam olsaydım, ata-anamın saçının ağ telini qara çəkərdim. Onları almağa gələn əcəlin əllərim bağlayıb dara çəkərdim. Mən rəssam olsaydım, öz əsərimdə dünyanı zülümsüz təsvir edərdim.